Belə saxla, sabit saxla, birdən əstirməli. Deməli, yoldaşlar, dedik ki, Şimali Amerika, Cənubi Amerika, Afrikanı keçdik. Gələk Avrasiya materikinə. Tam göstərilmək. Avrasiya materikinin sahəsi 54 milyon kvadrat kilometrdir. Sahəsinə görə birinci yerdə dayanır Avrasiya materiki. Qurunun 1/3-ni təşkil edir Avrasiya materiki. Ki, hələ 1/3-dən də artığını təşkil edir Avrasiya materiki. Avrasiya materiki 3 yarımkürədə yerləşir. Cənub yarımkürəsində yerləşmir, yadda qalsın. Avrasiya materikini Afrika materikindən ayırır Cəbəlli Tariq boğazı, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, bir də Bab-el-Məndəb boğazı. Avrasiya materikinin şimaldan ucqar nöqtəsi Çelyuskin Rusiyada yerləşir, Arktik iqlim qurşağında yerləşir, Arktik səhralarda yerləşir, ibtidai torpaqlarda yerləşir. Şərqdən ucqar nöqtəsi Dejnyov, Çukot yarımadasında yerləşir, subarktik iqlim qurşağında yerləşir, tundra meşə, tundra təbii zonasında yerləşir, tundra qileyli, tundra bataqlıq torpaqlarda yerləşir. Cənubdan ucqar nöqtəsi Piyay, Malayziyada yerləşir, Malakka yarımadasında yerləşir, ekvatorial iqlim qurşağında yerləşir, həmişəyaşıl ekvatorial meşələrdə yerləşir, qırmızı sarı ferralit və ya laterit torpaqlarda yerləşir. Necə rahatdır sənə ilə? Əsas odur görsənsin. Qərbdən ucqar nöqtəsi Roka burnu Piriney yarımadasında yerləşir, subtropik iqlim qurşağında yerləşir, Portuqaliyada yerləşir, Araq dəniz iqlim tipində yerləşir, Zodyarpak meşə və kolluqlarda yerləşir, qəhvəyi torpaqlarda yerləşir. Avrasiya materiki iki qitəyə ayrılır, Avropa və Asiya qitəsinə. Ural dağlarının şərq ətəkləri, Ural çayı, Xəzər dənizinin şimalı. Kumamanı çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi vasitəsilə Avropa qitəsi, Asiya qitəsi ayrılır. Asiya qitəsi 44, Avropa qitəsi isə 10 milyon kvadrat kilometr əraziyə malikdir. Materikin şimal buzlu okean sahillərində çıxıntısı Skandinaviya yarımadasının şimalı, Kola yarımadası, Yamal və Qıdan yarımadaları, Taymır yarımadaları, Çukot yarımadaları şimal buzlu okean sahillərində çıxıntıdır. Sakit okean sahillərində yenə Çukot yarımadası, Kamçatka yarımadası, Koreya yarımadası, Hindiçin yarımadası, Malakka yarımadası. Burada nəyə diqqət yetirin? Çukot yarımadasını həm şimal buzlu okean yürür, həm sakit okean. Malakka yarımadasını həm sakit okean yürür, həm Hind okean. Skandinaviyanı həm Atlantik okean yürür, həm də şimal buzlu okean. Hind okean sahillərində yenə Malakka yarımadası, Hindistan yarımadası, Ərəbistan yarımadası, Atlantik okean sahillərində deməli, Kiçik Asiya yarımadası, Balkan yarımadası, Apennin yarımadası, Piriney yarımadası, Breton yarımadası, Skandinaviya yarımadası, bir də Jutlandiya yarımadası materikin əsas çıxıntılarıdır. Körfəzlərinə gələndə Botni, Finriqa körfəzlərini vurğulayacaq. Sonra gələcək belə asta-asta. Nə var burada? Şelixov körfəzi var, bunu vurğulayacaq. Anadır körfəzini vurğulayacaq. Sonra gəldik Bokbo körfəzi, Siam körfəzi, Bengal körfəzi, Oman körfəzi, İran körfəzi, materikin burada Biskay körfəzi, materikin əsas nə idi? Girintilərdir. Körfəzlər materikin girintisi, yarımadalar isə materikin çıxıntısıdır. İndi bunu qitələrə bölüb belə danışım ki, sizin də işiniz rahat olsun, mənimdir. Avropa qitəsinin şimaldan ucqar nöqtəsi Nordkindi, Norveçdə yerləşir, subarktik iqlim qurşağında yerləşir, tundra meşə, tundrada yerləşir, tundra qileyli, tundra bataqlıq torpaqlarda yerləşir. Şərqdən ucqar nöqtəsi Ural dağlarının şimal şərqidir. Bu da subarktikdir, bu da tundra meşə, tundradır, tundra qileylidir, bataqlıqdır, torpaqlardır. Cənubdan ucqar nöqtəsi Mərakeşdir, Mərakeş subtropik iqlim qurşağında yerləşir, deməli Aralıq dəniz iqlim tipində yerləşir, Zodyarpak meşə və kollarda yerləşir, qəhvəyi torpaqlarda yerləşir. Deməli dedik dördündə 1, 2, nəysə demədim. Qərbdən ucqar nöqtəsi isə Roka burnudur. Roka burnunda bayaqlama Avrasiyanın ucqar nöqtələrini sayanda demişdim hansı xüsusiyyətləri var. Deməli, yoldaşlar, Avropa qitəsinin sahil xəttləri çox girintili, çıxıntılıdır. 4-cü dövr buzlaşmasına məruz qalıb. Avropa qitəsinin relyefindən danışanda şimal hissədə dağları, orta hissədə düzənlikləri, cənub hissədə isə Cavan dağları, Görsünkimal qurşağı vurğulayacaq. Şimalda qədim Skandinaviya dağları var. Ən hündür zirvəsi 24-69 metr olan Qalxapigen dağlarıdır. Şimal hissə əsasən 4-cü dövr buzlaşmasının təsirindən məruz qalmışdır. Buzlağın burada belə deyək də cilalanması, parçalanması, fiyord tipli sahilləri
Skandinaviya sahillərində, Norveç sahillərində nə etmiş olacaq, görmüş ola biləcəyik. Norveçdə Sogne fiyordu var, Finlandiyada Salpasu-Elka Moren tirəsi var, buzlağın yaratdığıdır. Bax, bu adları yadınızda saxlayın, təzə kitablarımızda verilib bunlar. Yaxşı, Sogne fiyordu, bir də Salpasu-Elka Moren tirəsini də vurğulayaq, yaddan çıxması. Gəldik, bu mərkəz hissədə Almaniya-Polşa ovalıqları var. Almaniya-Polşa ovalıqları Moren akkumulyasyasıdır. Sinekilizdir, platformanın enənidir. Şimali Amerikada Moren akkumulyasyası deyəndə mərkəzi düzənliyi demişdim. Burada Almaniya-Polşa Fransa ovalığını. Bax, bu üçlü hissəni vurğulayacaq. Skandinaviya dağlarının, yadınızda qalsın, buzları əriyir. Buzları əridikcə dağın hündürlüyü artır. Skandinaviya dağlarında hündürlüyü artmaqda davam edir. Şimal dənizi sahillərində enmə baş verir. Bundan əlavə, bax, əsasən belə deyək də, burada Baltik qalxanı, Avropada Baltik qalxanını vurğulayaq, sonra Ukrayna qalxanını vurğulayaq, Orta Rusiya, Volqa boyu, Dnepr boyu, Dnestr boyu yüksəkliklərini vurğulayaq, Volqanın başlanğıcını götürdüyü Valday yüksəkliyini vurğulayaq, yadınızda qalsın, mənbəyini Volqa oradan götürür, Valday yüksəkliyindən götürür, Avropada olan yüksəkliklər qalxanları dedik. Gəldik, cənub hissəsinin geosinklinal olduğunu vurğulayacaq. Afrika litosfer havasında Şərqi Avropa və ya Rusiya litosfer havası və yaxud da elə deyin, Avrasiyanın Afrika toqquşu. Nə desəniz, orada üçün keçərlidir, toqquşur və nəticədə cənubunda seismik qurşaq yaranır. Geosinklinal ərazi yaranır. Alp Himalay qurşağının Avropa hissəsi yaranır. Burada Pirneydə Əndəlüs dağları var, sonra Pirney dağları var, Alp dağları var, Apennin dağları var, Karpat dağları var, onun altında Stara Planina dağları var, Türkiyədə Qaradəniz sahillərində Pont dağları var, Aral dəniz sahillərində Tavr, Türklər Toros dağları deyilir, Anadolu yaylası var burada, Pirneydə Meseta yaylası, yadda saxlayın, Pirney yarımadasında yerləşən Meseta yaylası, Kiçik Asiyada yerləşən Anadolu yaylası, geosinklinalda, yarımada da yerləşən yaylalardır, bunları unutmayın. Geosinklinal ərazidə yerləşən sınma zonası var, bizdəkinə bənzir. Bax, Qafqaz, belə ki, Böyük Qafqaz, Kiçik Qafqaz, Orta Kür ərazi ovalığı demirsən. Burada da həmişə Karpat dağları, 26-55 ən hündür yerdə, onun altında Stara Planina dağları. Karpatla Stara Planinanın arasında Dunay çayı var da, yaxşı. Dunay çayı, ümumiyyətlə, qoy deyim, sonra yadımdan çıxar. Qaradənizə 3 dənə D ilə başlayan çay tökülür. Dunay, Dnestr, Dnepr çayları. Balaca bir dənə Don çay var, o da Balaca dəniz Azov dənizinə tökülür. Balaca D ilə başlayan, o birisi də Azov dənizinə tökülür. Deməli, bax, bu Dunay, aşağı Dunay, orta Dunay. Aşağı Dunay, Orta Dunay ovalığı, bir də İtaliyada Po çayı hövzəsində, Adriatik dəniz sahillərində, Xorvatiya sahillərində, İtaliya sahillərində Padan ovalığı yaranır. Bax, aşağı Dunay, Orta Dunay, Padan ovalığı geosinklinalda yerləşən ovalıqlardır. Meseta yaylası ilə Anadolu yaylası geosinklinalda yerləşən yaylalardır. Yəni antiklinaldır. Amma aşağı Dunay, Orta Dunay, Padan ovalığı enənlərdir. Yəni siniklinal ərazidir, bizim Kür ərazi kimi. Yaxşı, bunu da belə. Sonra deməli, materikə, qitəyə diqqət yetirsək, bura cənub isə subtropik iqlim qurşağında yerləşir, sonra mülayim iqlim qurşağında yerləşir və subarktik iqlim qurşağında, adalar isə arktik iqlim qurşağında yerləşmiş olur. Subtropik iqlim qurşağının Araq dəniz iqlim tipidir, cod, yarpaq, meşə və kollardır, qəhvəyi torpaqlardır, yağıntılar, qışda düşür, suvarma, əkinçiliyi üstünlüyü təşkil edəcəkdir. İndi ölkələri də keçəndə bu barədə nə deyəcək? Cənubi Avropa ölkələri digər inkişaf etmiş ölkələrdən ondan fərqlənir ki, burada heyvandarlıq ekstensivdir. Kənd təsərrüfatında əkinçilik heyvandarlıqdan üstün. Genel olaraq biz bilirik ki, inkişaf etmiş ölkələrdə heyvandarlıq üstündür. Amma Cənubi Avropanın inkişaf etmiş ölkələrində əkinçilik üstündür. Səbəbini soruşsalar, iqlimin əlverişli mühitin yaratmasını deyəcəksiniz. Qalxdıq yuxarı hissəyə mülayim iqlim qurşağıdır. Mülayim iqlim qurşağının burada hansı tipləri var onu deyək. Bax, Şimali Atlantik cəryanının təsiri ilə mülayim dəniz tipi yaranır. İrlandiyada, Britaniyada, Yutlandiyada, Niderlandiyada, Belçikada, Lüksemburgda, Fransanın bir hissəsidir. Bunlar düşür mülayim dənizə. Bunlar düşür mülayim dənizə. Mülayim dəniz il boyu rütubətli olur. Mülayim dəniz il boyu rütubətli olur. Bir dəqiqə. Saxlaya bilərsən. Zülüm çəkərsən. Deməli,
Mülayim dənizin qışı yumşaq, yayı sərin keçəcək, il boyu rütubətli olacaq, Şimali Atlantik cəryanının təsiri ilə yaranacaq. Mülayim dənizdə qış aylarında temperatur 3-5 dərəcə, yay aylarında temperatur 15-18 dərəcəyə qədər neyəcək, yüksələcək, il boyu rütubət olacaq, əkinçilik deməyəcəksiniz bura. Yaxşı, materikin içərisinə doğru girdikcə mülayim kontinental vilayət yaranacaq. Mülayim kontinentallığın yaranmasının səbəbi, şərqə doğru kontinentallığın artmasının səbəbi nədir burada? Elə bir ki, okeanlardan uzaqlaşır. Rütubəti verdi mi bu sahilə? Get-gedə şərqə doğru rütubət azalır və kontinentallığı artır. Mülayim kontinentalda qarışıq meşə təbii zonası olacaq. Çimli podzol torpaqları olacaqdır. Əsasən tundra qleyli, tundra bataqlıq torpaqlara rast gələcək. Yaxşı. Yuxarı hissəyə qalxdın, subarktik iqlim qurşağı, tundra və meşə tundra təbii zonasını deyəsən. Bax, ümumiyyətlə Avrasiyanın qərbindən şərqinə doğru getdikcə kontinentallıq artır. Tayqa meşələri bax burada nazik lentvari-dir. Şərqə doğru getdikcə sərhəddi cənuba doğru nə edir? Enmiş olacaqdır və cənuba doğru enməsinin səbəbi nədir? Şərqə doğru kontinentallığın artmasıdır. Bunu belə tut keçək. Ay, sağ ol. Aferin sana. Avrasiya ümumilikdə iqlim qurşağını danışım sizə. Baxın, ekvatorial iqlim qurşağı hardadır? Şri-Lanka adasının cənubundadır, Malakka yarımadasının cənubundadır, Sumatra, Kalimantan, Sulawesi, Molluk adalarındadır. Yava adasının şimalındadır, Yeni Gviney adasının şimalındadır. Filippini, bax bu Mindanao olan adası var, cənubundadır. Filippini əsasən siz subekvator yazın, amma bu Mindanao cənub hissəsində bir tık ekvatorial iqlim qurşağı var. Ekvatorial iqlim qurşağının təbii zonası olacaq həmişəyaşıl ekvatorial meşələr. Torpaqları olacaq qırmızı, sarı ferralit və ya laterit torpaqlar olacaqdır. İl boyu yağıntı düşəcəkdir. Qalxdığı yuxarı hansı iqlim qurşağı? Tropik iqlim qurşağı hardadır burada? Ərəbistan yarımadasındadır, İran yaylasındadır, Hindistanın şimal-qərbində Tar səhrasındadır. Ərəbistanda böyük nəfət, kiçik nəfət rubalı xali səhraları var. İranda Dəştülüt, Dəşti Kəbir səhrası var. Hindistanın şimal-qərbində Tar səhrası var. Bax, bura görürsünüz quş işarəsi qoymuşum. Bu quş nəyə bildirir? Onu bildirir ki, burada tropik iqlim qurşağı neyir? Qırılır. Yaxşı, tropik iqlim qurşağının qırılmasının səbəbi nədir? Himalay dağları, Hind okeanından gələn rütubətli mussonların qarşısını kəsə, ətrafa nə olar? Bu sahəcəni yağacaq. Bol rütubət verər, tropik qırlar yerini verər subekvatorial iqlim qurşağına. Subekvatorial iqlim qurşağının təbii zonası savanna və seyri meşələrdir. Torpaqları qırmızı qonur, qırmızı ferralit torpaqlardır. Yağıntısı yayda, iyun-iyul, avqust aylarında düşəcəkdir. Hansı əraziləri əhatə edəcək? Hindistanı əhatə edəcək, Şri-Lanka şimalını əhatə edəcək, Malakka yarımadasını əhatə edəcək, Hindçin yarımadasını əhatə edəcək, Filippin adalarını əhatə edəcək ki, bunlar olacaq subekvatorial iqlim qurşağı. Qalxdıq 30-40 endarəsində subtropik iqlim qurşağıdır, zolaq təşkil edir. Bax, ekvator burada kiçik ərazini əhatə edir. Subekvator zolaq olmadı, tropik zolaq olmadı. İlk zolaq olan burada nə olacaq? Subtropiki deyəsiz. Materikin qərbində subtropikin Aralıq dənizini deyəcəyik, vurğuladıq Avropada. Mərkəz hissədə kontinental tipini deyəcəyik, yəni burada quru subtropik formalaşacaq, kontinental subtropik formalaşacaq, səhra və yarım səhralar formalaşacaq, Qaraqum, Qızılqum səhraları, Təşlaməkan səhrasını, Gobi, Alaşan səhrasını vurğulayacaq. Şərq hissədə isə Musson vilayətidir. Musson vilayətində bilirsiniz, təbii zonası dəyişən rütubətli meşələrdir, torpaqları qırmızı, qonur torpaqlardır, qonurun özüdür, sarı torpaqlardır. Yağıntıları Mussonun yayda, yəni iyun-iyul, avqust aylarında düşəcəkdir. Qalxdıq 40-60 endarəsində mülayim iqlim qurşağı. Materikin qərbində mülayim dəniz iqlim vilayəti yaranır, materikin Şərqi Avropa hissəsində mülayim kontinental. Ural dağlarının şərq ətəklərini keçdikdən sonra olan qalan rütubət də burada qaldı, dağ kəsdi. Bura başda nə oldu? Sibir zonası oldu, nə? Kontinental. Qərbi Sibir kontinental, Orta Sibir kontinental. Hətta uzaq şərqi Sibirdə Verxanski-Çerski dağlarının bax bu qaydada aypara şəkilli dayanması, Şimal buzlu okeandan gələn soyuq hava kütlələri bu ayparanın içərisinə girməsi aydın oldu və burada nəyə yaratmışdı? Kontinentallığın sərtliyini artırmışdı. Və burada sərtliyi artdıqdan kəskin kontinental iqlim vilayəti nə eləmiş oldu? Yaranmış oldu. Materikin şərqində mülayim iqlim qurşağının Musson vilayətidir. Yoldaşlar, burada bir dənə nüansı sizə xatırladım. Kamçatka yarımadası var. Kamçatka yarımadasının bir hissəsi Mussondur. Şərq-qərbi Mussondur. Şərqi mülayim dənizdir. Düz gedir, çıxır şəhərə qədər. Hara qədər? Sahil Kardilyerə qədər buradan. Kamçatkada sahil Kardilyerə qədər mülayim dənizdir. Deməli, yoldaşlar, qalxdı yuxarı subarktik iqlim qurşağı, lap yuxarılar isə sahil boyu və adalar isə arktik iqlim qurşağında olacaq. Subarktik iqlim qurşağında tundra və meşə tundra iqlim vilayəti yaranır, torpaqları tundra qileyli, tundra bataqlı torpaqlar olur. Arktik iqlim qurşağında arktik səhralar formalaşır, torpaqları isə ibtidai torpaqlardır.
Bir də bu Asiyanın relyefindən bir kəlmə də buradan deyək. Bax, Hindistanda Dekan yaylası var, platformanın qalxanıdır. Gobi səhrası, Gobi yaylası var burada, platformanın qalxanıdır. Asiyada deməli olan geosinkron, ümumiyyətlə Avrasiyanın geosinkron yerləşən yaylalarını deyirəm. Meseta yaylası, Anadolu yaylası, Qarabağ vulkanik yaylası, İran yaylası, Tibet yaylası. Bax, bunlar geosinkronda yerləşən nələrdir? Yaylalardır. Yaxşımı? Orta Sibir yayladır, Qərbi Sibir ovalıqdır. Bunları heç vaxt qarışdırmayın. Orta Sibir yayla, Qərbi Sibir nədir? Ovalıqdır. Bunları unutmayın. Qərbi Sibir, Turan, Ön Qafqaz. Bunlar cavan platformalardır. Baykal dağı əmələ gəlməsində materikin özəyi, yəni Şərqi Avropa və ya Rus, Sibir platforması, Çin-Koreya platforması, Cənubi Çin, Hindi-Çin platforması. Sonra burada Hindistanı deyin, Ərəbistanı deyin, Ərəbistana Kaledon da deyin. Hər tərəfdən seismik zona ilə əhatə olmuş təklə məkanda burada tarım səhrası, tarım platformasında neyini vurğulamış olun ki, bu da materikin özəyini, bünövrəsini təşkil edən platformalar. Növbət dağı əmələ gəlmə Baykaldır. Baykalda Skandinaviyada, Kaledonda, Kaledonda Skandinaviya dağları yarandı. Filiz dağları yarandı. İrlandiya, Britaniya dağları yarandı. Altay, Sayan, Tianşan dağlarının şimalı yarandı. Növbət dağı əmələ gəlmə Hertsindir. Hertsində Ural dağları yarandı. Altay, Sayan, Tianşanın cənubu yarandı. Gobi yarandı. Qazaxırda təpəliyi yarandı. Yəni Hertsində yarandı. Qərbi Sibir, Turan, Ön Qafqaz, cavan platformalar. Bunlar hamısı nədə yarandı? Hertsində yaranmış oldu. Növbət davam elə gəlmə Mezoin Kimmerisi. Mezoidi deyə bilərsiniz, Kimmer də deyə bilərsiniz. Verxoyan iski, Çer iski. Sonra iki dənəsi Skoyta, Alinstanovoy, Kunlunla Tibet, bir də burada Yablanovoy, Zugcur silsilələri. Nədir? Yaranmış oldu Mezoin Kimmerisi. Alt dağı əmələ gəlməsində isə burada Piriney yarımadasında Əndəlüs dağları, Piriney dağları, Alp dağları, Apennin dağları, Karpat dağları, Staraplanina dağları, Pont dağları, Tavr dağları, Qafqaz dağları. Sonra gəldik İranda Zagros dağları. İranla Türkmənistan arasında Kopet dağ 29-42 metr olmalıdır hündürlüyü. Sonra gəldik Pamir yarandı 77-19 olmalıdır Kongur. Sonra burada 74-95 Səməni piçi Pamirindir. Amudəryan mənbəyini oradan götürür. Tiyanşanda Qələbə piçi var 74-39 metr. Sırdərya mənbəyini oradan götürür. Sonra Himalay dağları var. Qaraqorun var 86-15 Çobari. Sonra Himalay dağlarında 88-48 Everest deyir Avropalılar. Asiyalılar Cumhurbaşkanı deyir. Bunların hamısı alt dağı əmələ gəlməsində yaranan ərazilərdir. Göyçinkanalda yerləşən ovalıqları isə Kür ərazidir. Gürcüstanda Qaradəniz sahillərində Kalxida ovalıqdır. Aşağı Dunay, Orta Dunay, Qadan ovalığı. Gürcüstanda Qaradəniz sahillərində olan Kalxida ovalığını Azərbaycanın Lənkəranı kimi düşünür. Yaxşı, sitrus meyvəçiliyi olacaq, sarı torpaqları olacaq. Yəni, belə bu qayda rütubətli olan yerdə, yəni problemsiz yerdə. Deməli, növbəti hissədə danışaq nəyə? Təbii zonaları danışaq. Biraz da hidrosferindən danışaq. 5 hövzəyə aiddir. Şimal Buzlu Okean hövzəsinə aid olan çayları Avropada Şimali Divina Peçora çaylarıdır. Asiyada Obdu, Yeniseydi, Lenadı, Yanadı, İndicikadı, Kolima çaylarıdır. Obun 3 dənə qolu var. İşim, İrtiş, Toboldu. Ob Altaydan başlanğıcını götürür. Yenisey Sayan dağlarından başlanğıcını götürür. Elə-belə məlumat üçün deyirəm bunları. Ən böyük estuari Obundur. Ümumiyyətlə, Şimal Buzlu Okean hövzəsinə aid olan çaylar əsasən mən deyirəm qar və buzlaqlarından qidalanır. Bir də görürsən kitablarda məsələn daha çox yazırlar nəyə? Qar və yağış suları yazırlar. Yəni bu son dövrdə bir neçə yerdə qarşıma çıxıb. Ümumiyyətlə burası soyuq ərazidir. Burada yağış biraz nito gəlir. Daha o düzgün deyil. Yağışı sən niyə yazsın? Qar və buz verir da bura. Donuşluq zonası deyil. Düzdür, daimi donuşluq zonasıdır. Niyə donub da yer? Buzdur da, düzdür. Buzdan azad olur, buzun suyu ilə qidalanır da bura müəyyən bir dövrdə. Ona görə Müəllim, həm buzu demirlər, həm buz əriməmiş ora necə su axır, o da maraqlıdır. Buzu demirlər, yanlış deyirlər. Yəni, bilmirəm da, yəni, nə ilə qidalanıb elə fikirləşirlər, onu bilmirəm. Maraqlıdır, onların qidalandığı, dulağı mən maraqlıdır. Sonra gəldik materikin şərq hissəsinə sahib tökülür. Bir də şey deyim sizə, yadınızda qalsın. Yeniseyin qolu Ankara çayını vurğulayıram. Nəyə görə vurğulayıram? Baykala 336 dənə çay tökülür, bir dənə Ankara başlanğıcını götürür. Tunguska, aşağı Tunguska var orada, onu vurğulayar. Yeniseyin qolu. Lenanı deyirəm. Lenanın Vilyu aldan qolları var. Lena tökülür ilə başlayan Laptevlər dənizinə. Lena çayı delta yaradır. Yaxşı, bunu da yadınızda qalsın. Gəldik Sahit Okean hövzəsinə aid olan çayları. Sahit Okean hövzəsinə aid olan çayları hansılardır? Amur, Duxan, Xedi, Yansızlı, Mekongdur. 4 də Sahit Okeana aiddir. 4 də Musunla qidalanır. 4 də yağış sularıyla qidalanır. 4 də yayda gürsülü olur. 4 də Asiya qitəsinə aiddir. 4 də Sahit Okeana aiddir. Amma Amur, Xanxı, Yansız çayı 3'ü şərqə axır, Mekong cənuba axır. Amma
Amur çayı Xuanxe yansızda nə ilə fərqlənir? Amur çayı Tatar boğaza tökülür. Tatar boğazı Saxalindən Avrasiyanı ayırır. Amma Xuanxe çayı Sarı dənizə, yansız çayı Şərqi Çin dənizi. Yəni bunlar dənizə o boğaza töküldü. Amma Amur çayı sərhəd çayıdır. Amma Amur çayı qışda donur. Rusiya ilə Çin arasında sərhəddir. Amur çayı qışda donur. Fərqi bunlar idi. Amma oxşarlarını da dedim də sizə. İndi uşaqlar, burada yoldaşlar, burada deməli siz danışanda qar sularını da deməyi unutmayın. Yaxşı, mən yağış suları deyirəm. Siz qar suları da deməyi unutmayın. Çünki Mərkəzi Asiya yüksək dağlarından gəlir. Qarı deməsən haqsızlıq olar, sanatsızlıq olar. Bildiniz nədir? Yəni illa da mussondur, yağ başa düşdüm də. Amma burada dağda var axı. Bildiniz, aydın oldu. Mekong da dedik, Cənubi axır Cənubi Çin dənizinə tökülür. Hind okean hövzəsinə aid olan çayları Dəzlə Fərat çayları da Türkiyədən gəlir. Bax, Türkiyənin çayları iki okeana aiddir. Həm üç hövzəyə aiddir, amma iki okeana aiddir. Həm Atlantik okeana, həm Hind okeana, həm də Xəzərə, daxilə Xars hövzəyə aiddir. Dəzlə Fərat çaylarını yadınızda saxlayın. İraqda birləşdi, Şəddül Ərəb adlandı. İran körfəzinə töküldü. Hind çayı Ərəbistan dənizinə tökülür. Qanq Brahmaputra çayları Bengal körfəzinə tökülür. İravadi ilə Saluyunda Andaman dənizinə tökülür. Qanq Brahmaputranın deltası dünyanın ən böyük deltaya malik olan çayıdır. Malik olan çayıdır. Yaxşı. O gün belə, buradakı çayların da qidasında musson sularıdır, subekvatorialdır, mussonların sularıdır, yağış sularıdır. Amma Mərkəzi Asiyadan gəldiyinə görə yenə qar sularında bura vurğulamadan keçmək olmaz. Bu da olubun Hind okeanı. Atlantik okean hövzəsinə gələndə dedik ki, Türkiyədə Yaşıl İrmaq, Qızıl İrmaq, Qara dənizə, Seyhan, Ceyhan, Araq dənizinə tökülür. Sonra Dunay, Dnepr, Qara dənizə, Don çayı Azov dənizinə tökülür. Po çayı Adriatik dənizinə tökülür. Taxo çayı Atlantik okeanına tökülür. Sena çayı Fransanın paytaxtından keçən çaydır. Yadınızda saxlayın, Sena çayı Fransanın paytaxtından keçən çaydır. Lamaş boğazına tökülür. Lamaş boğazı Britaniya ilə Avropanı ayırır. Lamaş boğazı İngiltərə ilə Fransanı ayırır. Lamaş boğazı ən çox gəmilərin keçdiyi boğazlardan biridir. Yadınızda qalsın, işlək olan boğazdır yəni. Üç qabiliyyət. Sena çayı paytaxt çayıdır. Sena çayı çirklənmiş çayıdır. Şimal dənizinə Reyn, Elba çayları, Baltik dənizinə Odra, Visla çayları tökülür. Bunu da kafanızda bir yerdə saxlayın. Xəzərə şimaldan tökülür Volga çayı Rusiya tərəfdən. Sonra tökülür bura Terek çayı, Sulak çayı. Qazaxıstandan Uralla Enva çayı tökülür. Bizi bilirsiniz. Samur, Busar, Bulyal, nə bilim, Vəlvələ çay, Biləş çay, Lənkəran çay, Astara çay, Qəsəri, Kür çay və sərə belərlə. İrandan Qızıluzun və ya Səfidrut çayı tökülür. Türkmənistandan da A-Trek çayı tökülür. Yaxşı, Rusiyadan Terekdir. Buradan A-Trek çayı tökülür Türkmenistandan. Bunu da yadınızda saxlayın. Aralı Amudərya, Sırdərya çayları tökülür. Amudərya müvafiq olaraq Pamir'in səmənisi 7495-də, Sırdərya müvafiq olaraq Tiyanşanın qələbəsindən 7439 metrdən götürülür. Qar və buzlaqla qidalanır. Yayda güclü olur. Böyük suvarma əhəmiyyəti var. Niyə? Çünki Qaraqum buzluğun səhralarından keçir axı. Yaxşı, ona görə böyük suvarma əhəmiyyəti olacaq. Pambıq sahələri, taxıl sahələri suvarmasında müstəsna rola malikdir. Sonra Balxaş gölünə tökülür İli çayı. Bu da daxili axarsız hövzədir. Bunu da belə bilmiş olun. Yəni, mənə elə gəlir ki, toxunma nöqtələrinin hamısına toxunduq gibi gəlir. Gibi gəlir. Avropanın ən hündür yeri alt dağlarında yerləşən 4807 metr, 4810 da yazılar, Montblanc'dır. Ən aşağı yeri Xəzərdir, mənfi Avrasiyada ən hündür yer, həm də dünyada ən hündür yer 8848-dir. Ən çökək yer Ölü dənizli mənfi 405 metrdir. Ay müəllim, Elbrus da, nə deyirsiniz? Nəsə demək istəyir kimsə mikrofona. Gələk Avstraliya materikinə. Avstraliya materiki sahəsinə görə ən kiçik materikdir. Ən sonuncu yaşayış olan kəşf olunmuş materikdir. Avstraliya materikinin sahəsi adalarla bir yerdə 9 milyon kvadrat kilometrdir. İki yarım kürədə yerləşir. Cənub və Şərq yarım kürəsində. Bu arada bunu da deyim. Asiya qitəsi 4 yarım kürədə yerləşir. Bax, yaxşı. Avrasiya materiki 3 yarım kürədə yerləşir. Asiya qitəsi 4 yarım kürədə yerləşir. Amma burada yəni kimsə belə deyək də etiraz da eləyə bilər. Yəni düzgün deyil. Amma bu hissəni düzgün eləməyiblər. Niyə düzgün eləməyiblər? Asiya qitəsində 4 yarım kürə deyirik, düzdür. Asiya qitəsinin cənub ucqar nöqtəsi yenə piyay deyirik. Aydın olduğu. Yəni piyay deməm mən sana. Tutaq ki, Yavada nə bilim nə isə demək. Məsələn, aydın olduğu nədir? 4 yarım kürə deyiriksə, bu da coğrafiyanın, ayrı bax başqa fənlərin səhvini tutur. Bu da coğrafiyanın elə bir ki,
yanlışıdır da. Bir də qalanları eynidir. Bir də şeydə, qərbdə Baba burnudur. Türkiyədə yerləşən Baba burnudur. Avstraliya materiki sahil xəttləri az cildli çıxıntılıdır. Materikin əsas cilintisi Karpentariya körfəzidir, coğrafiyası körfəzidir, Böyük Avstraliya körfəzidir, bir də Spencer körfəzidir. Yarımadası Arun Hamlin yarımadasıdır, bir də Cape York yarımadasıdır. Materikin şimaldan ucqar nöqtəsi York burnudur. Cənubdan ucqar nöqtəsi Cənub-Şərq South East Point da deyirlər. Şərqdən ucqar nöqtəsi Byron, qərbdən ucqar nöqtəsi Steep Point-dur. Deməli, materikin şimaldan ucqar nöqtəsi subekvatorial iqlim qurşağında dəyişən rütubətli meşələrdə, qırmızı qonur, qırmızı ferrari torpaqlarda, şərqdən ucqar nöqtəsi tropikdə yerləşir, dəyişkən rütubətli meşələrdə yerləşir. Yadda saxlayın, cənubdan ucqar nöqtəsi cənub-şərq subtropikin bərabər rütubətlisində yerləşir, amma bunun təbii zonası maraqlıdır. Nədir təbii zonası? Zodiarpaq meşə və kollardır, torpaqlarda qəhvədir. Qərbdən ucqar nöqtəsi Steep Point tropikin səhra tipində yerləşir, səhra təbii zonasında yerləşmiş olur. Materikin belə deyək də, litosfer tavasının mərkəzində yerləşdiyinə görə materikdə zəlzələ vulkan müşahidə edilmir. Çünki konvol və digər zonalardan nədir? Kənarda qalmışdır. Avstraliya materikinin özəyi növrəsi Baykal dağı əmələ gəlməsində yarandı. Kaledonda buna heç nə demirik. Böyük Suarez dağları Hertzində deyirik. Vurğuluyuruq, yadda saxlıyor. Avstraliya materikinin ən hündür yeri Kastuşkada 2228 metrdir. Bax, burada Avstraliya Alpları adlanan silsilə var, Alp silsiləsi. Bax, bunu Avropa ilə qarışdırmayın. Buradadır, bilin, atlasınızda da var, məktəb atlasında. Avstraliya Alpları deyilən nədir? Silsilə var, Böyük Suarezi silsilədə. Yaxşı yoldaşlar. Ən çökək yeri isə Eyre North gölüdür, -16 metrdir. Bunu da böyle bilmiş olasınız. Qərbi Avstraliya eləsi platformanın qalxanıdır. Sonra burada bir Barkley platosu var. Onu yadınızda saxlayın. Sonra burada Uluru dağ massivləri var. Yaylalar, alçaq yaylalar. Uluru dağ massivi var. Onu yadınızda saxlayın adlardan. Şimali yerləşir subekvatorial iqlim qurşağında. Dəyişən rütubətli meşələrdə yerləşir. Savan və seyrə meşələrdə yerləşir. Yendi subekvatordan aşağı yağıntılar yayda düşür. Bax, Cape York, Arun Hamlin yarımadasının yağıntısı yayda düşür. Buranın yayı cənub yarımkürəsi olduğu görə dekabr, yanvar, fevral aylarıdır. Bunu unutmayın. Sonra yendi aşağı hissəyə tropik iqlim qurşağıdır. Materikin qərbində səhra və ya quru tropik, əvvəllər kontinental tropik deyə müraciət edirdik. Səhra və ya quru tropik deyəcəyik. Böyük qumlu səhra, Böyük Viktoriya səhrasını deyəcəyik. Materikin şərqində isti şərq Avstraliya cəryanının təsiri ilə rütubətli tropik formalaşacaq. Dəyişən rütubətli meşələr olacaq təbii zonada burada. Bax, qərbdə isə suyun qərb Avstraliya cəryanının təsiri ilə yaranmışdı səhra və ya kontinental tropik. Cənub isə yerini subtropik iqlim qurşağıdır. Materikin qərbində subtropikin Araq dənizidir. Mərkəzində kontinental tipidir. Şərqində bərabər rütubətli subtropikdir. Mülayim iqlim qurşağında yerləşmir. Yalnız Tasmaniya adasının cənubu mülayimin dəniz tipində yerləşmiş olur. Materikin ətrafına baxsaq, saat əqrəb istiqamətində dənizləri düz deyər birdən. Timor, Arafor, Mərcan, Fiji, Tasman dənizləri. Timorla Arafor Hind okean kənar dənizidir. Mərcanla Tasman Sakit okean kənar dənizidir. Fiji dənizi isə Sakit okeanın adalar arası dənizidir. Bunu da yadda saxlayın. Çaylar əsasən kirik çaylardır. Niyə kirik çaylar deyirsən buna Avstraliya? Çünki quruyan çaylardır, çor mənsəb çaylardır. Bizdə çor mənsəb dediyimizdir. Avstraliya ən quru materik olmasının səbəbi də odur ki, mərkəzindən tropik xətti keçir. Yüksək təzyiq enən havadır. İl boyu Avstraliya materikində tropik hava kütlələri hakim olur. Bu bilirsiniz nətər olur? Şimal subekvatorda yeyir. Qışda tropik gəlirmi ora? Düzdür. Sonra cənubi subtropik deyil, yayda subtropikə tropik gəlirmi? Bax, deməli, qışda şimalında, yayda cənubunda il boyda mərkəzində tropik hava kütlələrinin olacaq, hakim olacaqdır. Yağıntı az düşəcəkdir. Yağıntılar əsasən şərqə düşəcəkdir. Böyük Suarez dağı meridian istiqamətdə uzandığından Sakit okeandan gələn rütubətin qarşısını neyinir? Kəsmiş olur. Bir də canlıların yaratdığı ən böyük relief forması böyük sədd rifi var burada. 2000 kilometr məsafədə şimaldan cənuba doğru uzanır. Mərcan mənşəli nədir? Adalardır. O vaxtda James Cook'un gəlməyinin qarşısını kəsmişdi də bu Mərcan dənizə yaxın. Burada ona görə liman yoxdur. Bax, Mərcan adaları olduğuna görə Mərcanlar səpələnib okean üstünə gəmi girə bilmir. Tor qurub elə bildiğimiz gəmiyə. 1606-da Walter Janson, 1642-də Abel Tasman Hollandlar, 1771-də də James Cook gəlir. James Cook buranın müstəqil materik olduğunu vurğulayır və cənub torpağı, yəni Avstraliya adlandırmış olur. Materikdə göllərə nəzər yetirsək, burada şirin sulu göl yoxdur. Hamısı relik göllərdir. Məsələn, ən böyük gölü Eyre North gölüdür. -16 metr dərinliyi var bu gölün. Sonra burada Mackay gölü var. Sonra burada Çəhra göl var. Hiller gölü.
Hiller göl, səhra hiller göl, bakteriyalar, duzluq falan filan çoxdur da. Ona görə rəngi səhraya dönüşmüşdür. Sonra canım sizə nə desin burayla bağlı? Bir də Argayıl gölü var, Argayıl gölü. Argayıl gölü elə bil ki, o şeydir da, insanlar yaradı. O su anbarı kimi onu nəzərdə saxlayın. Onun suyu şirin suyudur. Bir də Avrasiyanın göllərindən, bayaqlarım, məsələn, yaddan çıxdı, Avrasiyanın göllərindən bir söz deməliydim, demədim. Bax, Ladoga, Onega, Venerin bitlerin Inarisayma gölləri var burada. Ladoga, Onega Norveçdə, Inarisayma İsveçdə, Ladoga, Onega. Ladoga, Onega Rusiyada yerləşir. Inarisayma Finlandiyada, Venerin bitlerində İsveçdə yerləşir. Yaxşı, bax, bunlar buzlaq mənşəli göllərdir, şirin sulu göllərdir. Sonra Cenevre gölünü vurğuluyuruq, Almaniyada Boden gölünü vurğuluyuruq, Macaristanda Balaton gölünü vurğuluyuruq. Tektonik mənşəli nələrdir? Göllərdir. Sonra bax, Balxaş gölüdür, Baykal gölüdür. Bunlar qravenlə yerləşən göllərdir. Baykal dünyanın ən dərin şirin sulu gölüdür. Bunu yadınızda saxlayın. Aral gölüdür, Xəzər gölüdür. Sonra Elton, Basqıncaq. Bunlar da relief şorsulu olan nədir? Göllərdir.